Abid müəllim, benzin qiymətinin qalxması ilə əlaqədar nə deyə bilərsiniz? Qalxıb da. Vəbşi bu barədə cənab baş nazir çox gözəl, aydın və ətraflı məlumat verir. Abid müəllim, Türkiyənin Saka qoruma şirkətinə olan borcu talihi nə oldu? Yaxşı oldu, salam duası var. Zarafat bir yana, onlar bizim samolyot-mamolyotları, sonra paraxod-maraxodları zalojin götürdülər. Biz də onların borclarını ödəyən kimi azal-mazar ora öz pilotlarını göndərdi və qaytardı. Bəs paraxod-maraxodlar? Paraxod-maraxodları qoy Kaspar-Maspar, ora öz matros-matroslarını, dayan, nəsə ki, alındı. Matros-patroslarını göndərsin İstanbul-İstanbula. Sonra onlar paraxod-maraxodları Bakıya-Makıya gətirsin. Abid müəllim, Nərman rayonunda ev partlayıb, bilirsiniz ki, oradakı... Desənə, televizorda onu göstəriblər. Deyirəm, bu Saka qorxmaz. Bunun borclarını qaytardıq, sonra onu bizdən əl çəkmirlər. Uca evlərə girişirlər. Российское телевидение, уважаемый Шарифов Абид, только без обид. Скажите, пожалуйста.